Beləliklə, Royal Hook servisində artıq 61.655 nəfər var. Və baxın, burada nə qədər əla dəyişikliklər var və mən artıq nə qədər qazanmışam. Gəlin balansa daxil olum, göstərəcəm. Balans tarixçəsinə daxil oluram. Və baxın, burada hələlik reklama pul xərcləməmişəm. Amma baxın, mənə artıq transferlər gəlib, görürsünüz, transferlər. Yəni, bu balansın artırılmasıdır, belə desək. Bunu mən özüm artırmışam. Bax, transferlər gəlməyə başladı. Bunu isə mən çıxarmışam. Pul bax, 19. 24 dollar. Bu ay mənə transferlə gəlir. Bax, bunlar həmin transferlərdir. Mən buraya heç kimi dəvət etməmişəm. Bunlar yuxarıdakı insanlardan gələn transferlərdir. 24 dollar. Onlara artıq reklama xərcləmişəm. Baxın bura. Özünüz də burada aydın görürsünüz. Məhz duz 25 dollar təşkil edir. 8, 20, 27. Təxminən 21,3, 23,6, yəni ümumilikdə götürdükdə 24 dollar və kobud desək tam 25 dollar. Baxın, bu ay ərzində mən məhz bu qədər məbləğdə qazanc əldə etdim və indi sizə çox maraqlı bir seydə göstərəcəm. Gəlin indi birlikdə komandaya daxil olaq. Baxın. Strukturum məhz bu cür boyur. Əsas məsələ ondan ibarətdir ki, Royal Hook servisi elə Oz servisində reklam alıb. Və uc biznes yeri olan insanlar, yəni servisdə platinum statusu olanlar, baxın, məndə də hal-hazırda platinum var. Şirkət artıq yeni reklam kampaniyasına start verib və indi servisdə kimlər qeydiyyatdan keçirsə, bunu istifadəçilər yox, məhz şirkətin özü birbaşa edir və servis özü bu insanları avtomatik olaraq qeydiyyatdan keçirir. Birinci xəttə. Və baxın, servisdən mənim birinci xəttimə insanlar daxil olub. Baxın, burada bir işarə var. İşarə. Bax, bu ildirim işarəsidir. İndi basacağam. Servisdən gələn overflow. Gördünüz? Bax, 1, 2, 3, 4, 5. Bəli, baxın, artıq burada silver də var. Yəni, kimsə bir biznes yeri alır. Yəni, artıq alistar başlayıb, overflowlar gəlir. 1, 2, 3, 4, 5 nəfər 3 günə. Reklam kampaniyası. Əlavə olaraq daha 5 nəfər, 10 nəfər isə cəmi 3 gün ərzində bizə qoşulub. Hazırda isə daha 12 nəfər var. 3 gün ərzində, yəni reklam kampaniyası cəmi 3 gün davam etdi. Düzünü desəm, tam səmimi şəkildə bildirsəm, servis 3 aydan biraz az müddətdir ki, işləyir. 27 aprel tarixində start verildi. O vaxt orada heç kim yox idi. Bu sadəcə başlanğıc idi. Bəli, mən burada müxtəlif növ banner reklamı, kontekst reklamı sifariş edirəm. Baxın, indi məndə aktiv şəkildə video reklam göstərilir. Eyni zamanda indi məndə kontekst reklamı da göstərilir. Bax, tam burada mənim banner reklamım var idi. İndi isə həmin banner reklamını biraz sonra yenidən isə salacağam. Mən burada əvvəllər banner reklamı vermişdim və maraqlı insanları öz Telegram kanalıma cəlb edirdim. İndi isə bura baxın. Mənim Telegram kanalımda abunəcilərin sayı tam 2236 nəfərdir. Mən burada reklam etməyə başlayanda tam 1200 nəfər var idi. Yəni 3 ay ərzində 1000 nəfər Telegram kanalına gəldi. Üstəlik, mənə çox maraqlı insanlar gəldi. Həm də dünyanın müxtəlif ölkələrindən olan insanlar, hətta mənim tərəfdaşlarım oldular. İkinci Telegram kanalında isə 1145 nəfər var idi. Əvvəllər təxminən 500 nəfər idi. Yəni burada əlavə 600 nəfər gəlib. Beləliklə, bu iki servis kanalında 3 ay ərzində 1600 nəfər topladım. Bu birinci aydır. İndi isə statistikanı nəzərə almıram. İndi Telegram kanalının statistikasını açacağam. Baxın, əvvəl artım oldu, sonra azalma, sonra yenidən artım. Sonra təbii ki, kimisi çıxır, kimisi qoşulur. Günlər üzrə kəsəcəyəm. Günlər üzrə belə. Harada bizdə günlər üzrə baxış mənbələri var? Bax, aktivlik. Xeyr, indi tapmağa çalışacağam. Dillər, mənbələr. Baxın, günlər üzrə gələnlər burada çox aydın şəkildə görürsünüz. 125 nəfər. Bax, reklam verəndə servisin insanları hər zaman mütəmadi olaraq gəlməyə davam edir.
Baxın, görürsüz, bu müddət ərzində abunəçilərin artımı olub. Bax, burada ümumiyyətlə 183 nəfər daxil olub. Burada mən bacarmıram. Burada cəmi 29 maydan 28 iyuna qədər tam bir aylıq dövr göstərilir. Diqqətlə baxsaz görərsiniz ki, abunəçilərin mənbələri günlər üzrə ardıcıllıqla qeyd olunub. Bəli. Bax, bu müddət ərzində, uc ay ərzində bura 1000 nəfər daxil olub və bura təxminən 600 nəfər. Bax, 1000, 100 nəfər. Və mən bu reklamdan razıyam. Maraqlı insanlar tapdım, çox maraqlı tərəfdaşlar gəldi. Bundan əvvəl isə mən pullu reklam birjalar vasitəsilə Telegram kanalında sifariş edirdim və reklam büdcəsini boş yerə xərcləyirdim. Yəni, həqiqətən də çox möhtəşəm bir nəticədir. Üstəlik, kənardan yeni əlavə gəlir axınları daxil olur. Üstəlik, şirkətin öz rəhbərliyi tərəfindən də əlavə axınlar artıq isə salınıb. Yəni, artıq tamamilə heç bir iş görməməyə ehtiyac qalmır. Şirkət özü servisdə reklam kampaniyasını isə saldı. Burada qeyd var ki, servis tərəfindən əlavə axın gəlir və uc biznes paketi olan insanlara oturulur, artıq alistlər də var. Baxın, Silver artıq cəmi 3 günə burada kimsə bir biznes yer alıb. Yəni, bu əlavə axınlar getdikcə artacaq. Bəli, bax, bu nəticələri göstərdim. Yəni, bu təxminən 3 ay ərzində reklamı isə salmışdım. İndi məndə kontekst reklamı gedir. Bax, burada işləyir. Belə bir kontekst reklamıdır. Banner reklamını biraz sonra isə salacağım. Banner reklamı da vermişdim. Bir də video reklam. İndi məndə offer banner. Artıq 30 dəfə göstərir. Baxın, indi daxil olam. İcracı bölməsinə girirəm. Burada artıq tapşırıqlar peyda olur. İndi yenilənəcək. Bax, icracı bölməsi. İndi tapşırıqlar yüklənir. Bəli. Burada artıq freelance tipində insanlar tapşırıqları yerinə yetirir, tapşırıqları icra edir və pul qazanırlar. Artıq nəticələr var. Yəni, bu uzun müddətli bir servisdir. İndi tapşırıqlar yüklənəcək, sizə göstərəcəm hansı tapşırıqlar var. Bu, ümumiyyətlə, çox əla bir şeydir. Heç kimi dəvət etməyə ehtiyac yoxdur. Sadəcə tapşırıqlarla pul qazanmaq olar. Amma yenə də tapşırıqlar əlbəttə ki, hamıya uyğun deyil. Uyğun olanlar isə nəsə bacaranlardır. Bax belə. Amma freelancer üçün bu həqiqətən də əla bir şeydir. Hətta heç nə bacarmayanlar üçün də orada gündə 20 dollara qədər minimal məbləğdə pul qazanmaq mümkündür. Baxın, məsələn, Golden Content, hazır struktur əldə et, burada 5 sent, 9 sentlik tapşırıqlar var. Amma elə tapşırıq da var ki, 25 dollar verir. Görürsünüz, qismən məşğulluq üçün gündə 2-3 saat, ayda 250 dollar. Yəni bu adam yəqin ki, ayda 250 dollara özünə işçi axtarır. Bax belə, tapşırığı yerinə yetirdiyinə görə yəqin ki, testi indi açmayacağam. Özünüz də baxa bilərsinizsə. İndi ikinci səhifəyə keçirəm. Yəni görürsünüz, heç nə bacarmayanlar üçün minimal tapşırıqlar var. Bəlkə də burada isə düzəlmək də olar. Bilmirəm, bu tapşırığa baxmamışam, mənə lazım deyil sadəcə. Bax belə. Amma maraqlı tapşırıq var. İndi ikinci səhifə yüklənəcək, sizə göstərəcəm burada hansı tapşırıqlar var. Yəni, freelancer rahatlıqla artıq tapşırıqları yerinə yetirə, tapşırıqlar yerləşdirə bilər. Elə həmin SEO mütəxəssisləri, YouTube-da sərhəllər, Telegramda postlara likelar və kontaktdə sərhəllər. Bunların hamısı artıq əlçatandır. Baxın, bot assistent hazırlamaq 25 dollar. Telegram botu hazırlamaq 120 dollar. Dizayn hazırlamaq 45 dollar. Artıq belə tapşırıqlar yaranıb. Ortaya çıxıb. Telegram botu yaratmaq 35 dollar. Yəni artıq freelancer bunlara edə bilər. Məsələn, belə deyək. İnvestisiya kanalı üçün abunəlik. Bax, 1 sent. Düzün desək, burada nə edə bilərsiniz? Abunə oldun, çıxıb getdin. Yəni necə? Bu qətik kursları da yığa bilərsiniz. Amma artıq belə tapşırıqlar da var. Yəni bu da getdikcə artacaq. Gəlin 3-cü səhifəyə keçim. Baxın, elə insanlar mövcuddur ki, nə chatbot, nə də Telegram üçün dizayn etməyi bacarmırlar. Amma artıq hətta belə xirdə tapşırıqlarla gündə 10-dan 20-yə qədər dollar qazanc əldə edə bilirlər. Bəli, video reklama da baxırlar və buna görə pul alırlar. Baxın, burada hansı tapşırıqlar var. Bax, 30 sent. Qazanc üçün forma. UZTT. Saytda qeydiyyat, kanala abunə olmaq 0. 2. Siz qeydiyyatdan keçən kimi dərhal 20 sent qazandınız.
Bu yeni dünyaca məşhur layihə ilə əlavə 10 sent daha qazanırsınız. Bəli, belə minimal tapşırıqlar, məsələn $1 avansla, pulqabı yerə aç, $1 qazanılıb. Beynəlxalq qazanc sistemi, sərhədsiz stabil gəlir $0,5. Lending yaratmaq $50. Bəli. Yəni görürsünüz, artıq freelancerlər burada qazanc əldə edə tapşırıqlar yerləşdirə bilirlər. Artıq insanlar vaxtasili tapşırıqlar yerləşdirirlər. Bəli, orada. Məsələn, YouTube kanalında videonun altına sər yazılaq. YouTube sərhəlləri çox sevir, bundan sonra videoları sıralayır, yəni videonun tanıdılması üçün bütün optimizasiya budur. Burada belə tapşırıqlar var və bu cür xırda tapşırıqlardan gündə 10-dan 20-yə qədər dollar qazanmaq olar. Artıq belə tapşırıqlar da var ki, 20-dən $150 qədər qiymətləri var. Freelancer kimi çox rahat şəkildə belə işləri görə bilərsiniz dostlar. Bunlar həqiqətən də yaxşı xəbərlərdir və artıq komanda qurulur. Xidmət özü yeni bir reklam aksiyası başladıb. Üstəlik, siz reklam verəndə, baxın, mənim reklam balansımda indi pul yoxdur. Çünki sadəcə indi başladım və xərclədim. Baxın, tapşırıq $120 Telegram botu yaratmaq. Bəli, ya da məsələn, Telegram botu yaratmaq $35. Dizayn hazırlamaq $45. Yəni artıq belə sifarişlər var. Bunları yerinə yetirmək olar. Nə bacarırsınızsa edin, daxil olun, başlayın oxuyam. Sizə nə təklif edirlər? Yerinə yetirin, bunun üçün real pul qazanın. Artıq bir növ freelance birjası kimidir. Yaxud da birincidəki kimi isə düzələ bilərsiniz. Görünür kimsə işçi çıxarır. Ozuna ayda $250 adam axtarır. Bəlkə də gündə 2-3 saatlıq iş maraqlı olar. Reklam verən uzun reklam balansını artırdığımız zaman burada tam olaraq gördünüz ki, mən sərti olaraq bu 2 təqvim ay ərzində müştəriləri cəlb etdim. Çünki ilk ayları qətiyyən saymıram. Çünki həmin vaxt adam çox az idi və reklam hələ tam gücü ilə işləmirdi. Və beləliklə 1600 abunəçini 2 kanala cəlb etdim. Bununla yanaşı. Orada bir abunəci ucun qiyməti 7 sent idi. Məndə belə çıxırdı. Orada məndə hesabatlar var idi. Rəsmi servisin kanalında baxa bilərsiniz. Kanalımıza abunə olduğunuz zaman görəcəksiniz. Bunların hamısı orada qeyd olunub. Reklam balansını $100-dan çox artıranda bu gift hesabınıza məbləğin 50%-i həmin dəqiqə əlavə olunur. Sizin məbləğinizdən əlavə edirlər. Gift hesabdan isə banner və kontekst reklamına xərcləmək olar. Yəni sizə reklam üçün 50% bonus verilir. Yəni siz $100 artırdınızsa, bu aksiya $100-dan başlayır. Sizdə gift hesaba $50 əlavə olunur və reklam balansımızda $100 olur. Məsələn, $200 artırdınızsa, gift hesabla birlikdə sizdə $300 olacaq. $200-dan $100 gift hesaba köçürüləcək. Və siz burada bu banner reklamını sifariş edə bilərsiniz. Bəs banner reklamının qiyməti nə qədərdir? Gəlin birlikdə nəzər salaq. Yəni, məsələn, mən əvvəllər reklam yerləşdirmişdim. Gəlin indi yarat düyməsini sıxım. Burada sərfəli təklif var. Məsələn, $50 ödəməklə 30.000 baxış, $1.60 isə hər 1000 baxış üçün nəzərdə tutulub. $30 isə 10.000 baxış $100. Demək olar ki, qiymət 2 dəfə artır. Yəni, nə qədər çox olsa. Və budur, siz reklam hesabınızı $100 artırdınız, gift hesaba sizə $100 verdilər. Məsələn, $200 artırdınız, $100 da əlavə etdilər. İndi siz 2 banneri yerləşdirə bilərsiniz, artıq bir banner üçün 30-dan 60 minə qədər baxış əldə edə bilərsiniz. Və ya, bannerləri vaxtasili dəyişmək lazımdır, müxtəlif təklifləri test etmək lazımdır. Bu da digər bütün reklamlarda olduğu kimi işləyir. Burada dil seçimlərinə görə hədəfləmə, həmçinin ölkələrə görə hədəfləmə, səhərlərə görə hədəfləmə, cinsiyyət və müxtəlif maraq dairələri mövcuddur. Bunlar artıq sistemə əlavə olunub, hətta süni intellekt texnologiyası da artıq bura tam inteqrasiya olunaraq əlavə edilib. Kimə göstərmək lazımdır? Hamıya, matrisada aktiv biznes yeri olanlara və ya aktiv istifadəcilərə, partnyor rütbəsinə sahib olanlara, yəni ən azı 10 istifadəci dəvət edənlərə. Yəni, kimə göstərmək istədiyinizi seçirsiniz. Burada dillər var, dostlar. Bir çox ölkədən, tamamilə fərqli ölkələrdən səbəkə top liderləri var. Burada hədəfləmədə bütün bu ölkələri seçə bilərsiniz.
və indi hal-hazırda servisdəyik. Bəli, gəlin biraz gözləyək ki, indi tam şəkildə yüklənsin. Təxminən 65 dəqiqə, bəlkə də 61 dəqiqə vaxt qalır və orada cəmi 659 nəfər növbədə gözləyir. Mən videonu yazarkən 4 nəfər əlavə olundu. Mən burada hər şeyi göstərdiyim müddətdə. Burada bir gündə təxminən 1500 nəfər bu servisdə qeydiyyatdan keçir. Və bu servisi bizneslə maraqlanan, biznes auditoriyası, reklamla maraqlanan hər kəs reklam edir. Servis reklam üçün yaradılıb. Və yəni burada vəziyyət belədir. Servisin ozu reklam kampaniyası başladıb, insanları cəlb edir. Bu ümumiyyətlə əsas fərqdir. Və görürsüz, artıq 3000-ə 12 nəfər mənə qoşulub. Hətta artıq 1 nəfər biznes paketini də alıb. Və mən artıq burada perelivlər alıram, bəli. Bu servisin sayəsində bu pulları qazanıram. O ay isə indi mən artıq. Perelivlərlə bağlı, baxın, perelivlərin tarixi, baxın reklama xərclədiklərim, perelivlər hamısı burada qeyd olunub. Burada 35-lik xəttli bonus var. Baxın, birinci səviyyə bu servisin mənə istifadəçi cəlb etdiyi yerdir. Burada da matris üzrə belədir. Birinci səviyyə, bu birinci səviyyədir, ucuncu səviyyə, dördüncü səviyyə, dördüncü səviyyə, beşinci səviyyə və baxın, perelivlər indi gəlir. Baxın, artıq perelivlər gəlməyə başlayıb. Hər biri yarım dollar. Bəli, amma biznes yer ucun 15 dollar ödənilir. Baxın, ucuncu səviyyə, 12-ci səviyyə, 10-cu səviyyə, 10-cu səviyyə və hardasa 25 dollar civarında. Bu ay mənə perelivlərlə kifayət qədər yaxşı məbləğdə qazanc gəldi. Düşündüm ki, axı niyə də olmasın? Üstəlik aktiv bir Telegram kanalı da var və mən çox cüzi və gülməli bir məbləğ qarşılığında cəmi bir neçə gün ərzində 1600 abunəçi topladım. Bundan əvvəl isə sadəcə reklam büdcələrini boş yerə xərcləyirdim və kontekst reklamı sifariş edirdim. Və Telegramda reklam birjaları vasitəsilə ayda 5-10 min manat civarında sifariş edirdim. Lakin təəssüf ki, bunların hamısı tamamilə hədər yerə gedirdi. Heç bir yerə abunəci yox idi. Ümumiyyətlə nə tərəfdar, nə abunəci, heç kim yox idi. Reklam büdcəsi sadəcə boşuna xərclənirdi. Reklam büdcəsinin boşuna xərclənməsindən başqa heç nə görmürdüm. Ona görə də Telegram kanallarım çox dolmurdu. Amma bu son sərti 2 ay ərzində, yəni servisin başlanğıcına demək olar ki, uc ayı olmuşdu. 27 aprel 2026-cı il. Bugün günlərdən 28 iyun, tarixi isə 2026-cı ildir. Yəni kobud desək, uç aydır. Birinci ayı saymayam. İkinci aydan etibarən 1600 abunəci topladım. Komanda servisin hesabına yığılır. İndi isə servis təxminən 3 gün əvvəl kampaniya başlatdı. Bax, burada hər şey doldurulur, mənim matritsam artıq ödənişlər gəlməyə başlayıb. Yəni, hər şey uzun müddətli perspektivdə əladır və artıq icraçı üçün də tapşırıq var. Elə bil ki, freelansdan. Artıq elə deyil ki, 1 sent üçün haradasa abunə oldunuz, sonra çıxıb getdiniz. Bəli, artıq belə çox tapşırıqlı işlər var ki, burada tapşırıqlara görə 25-dən 150 dollara qədər ödəniş edirlər. Bəli, freelansda olduğu kimi bunlar da daim əlavə olunacaq. Çünki burada tapşırıqları kimsə daima yerləşdirir. Yəni, əgər siz nəyisə bacarırsınızsa, məsələn, tutaq ki, siz nəyisə edə bilirsiniz. Bəli, qismən məşğulluq. Gündə 2-3 saat, ayda 250 dollar. Məsələn, bir adam özünə işçi axtarır. Bəlkə də bu sizi maraqlandıra bilər, bəli. Gəlin, indi isə freelans fəaliyyəti barədə biraz daha ətraflı şəkildə danışaq. İndi səhifə yüklənəcək. Yəni, məsələn, əgər siz Telegram üçün chatbotlar, landing page'lər hazırlamağı bacarırsınızsa, əslində artıq tapşırıqları götürə bilərsiniz. Burada artıq, yəni iş var, sadəcə sizin bacarığınız vacibdir. Əgər bacarığınız yoxdursa, hardasa öyrənmək lazımdır. Amma baxın, kim Telegram bot düzəltməyi bacarırsa, 120 dollar. Bot assistent yaratmaq 25 dollar. Dizayn etmək 45 dollar. Əlavə olaraq Telegram bot yaratmaq 35 dollar. Bəli, belə xırda tapşırıqlar isə 30 sent, 20 sent olur. 3 sent, 1 dollar kimi tapşırıqlar da var. Onlar var. Gündə uc 4 saat oturub artıq 20 dollara qədər qazanmaq olar. Artıq prinsipcə mümkündür. Artıq bütün bunlar işləyir. Yəni hər şey uzun müddətlidir. Xidmət artıq kobud desək ayağa qalxır. Artıq tapşırıqlar var. Xidmət özü reklam kampaniyasına start verir.
Kimdə ki uc biznes yeri, statusu, platin var, mənim kimi. Bütün bu axınlar onların yanına gedir. Əgər bu ay cəmi 25 dollar qazanmışamsa, 3 gün ərzində 12 nəfər toplaya bilmişəm. Komandaya bəli, artıq biri ödəniş edib, digərləri də baxacaq və yavaş-yavaş ödəniş edəcəklər. Beləliklə, bu yolla kifayət qədər yüksək pasiv gəlir əldə etmək olar. Halbuki demək olar ki, heç kimi özüm cəlb etmirəm. Özünüz də aydın şəkildə görürsünüz. Əvvəllər aktiv şəkildə cəlb edirdim, amma sonra bunu tamamilə dayandırmaq qərarına gəldim. İndi isə şirkətin ozu reklam kampaniyasına start verib. Bu ümumiyyətlə əladır. Yəni əsas odur ki, uc biznes yeri alasınız. Bir biznes yerinin qiyməti 35 dollardır. Bir dəfə ödəyirsiniz, ocunuza biznes yeri alırsınız və sonra hər ay 15 dollar ödəyirsiniz. Yəni ilk ödəniş 150 dollar olur. Uc biznes yeri üçün ödəməlisiniz, sonra isə hər ay 15 dollar. Bu liderlər, aktiv insanlar üçün maraqlıdır. Yəni kim cəlb edirsə, onlar üçün maraqlıdır. Yəni bu biznes auditoriyası üçündür. Çünki top liderlər burada həm spilloverlardan, həm də özləri cəlb etdiklərindən çox yaxşı qazanırlar. Yəni əgər siz şəbəkə liderisinizsə, kimisə cəlb edirsinizsə, burada almaq sizin üçün maraqlı olacaq. Uc biznes yeri çox güman ki, bir ay ərzində özünü doğruldacaq. Çox güman ki, əgər siz orada oturub gözləməyəcək, kimisə gözləməyəcək, əksinə bura aktiv şəkildə insanları cəlb edəcəksinizsə, müvafiq olaraq burada qazanacaqsınız. Üstəlik, şirkət ozu da sizə spilloverlar verəcək. Yəni bu uzun müddətli pasiv gəlirdir. Bir də bacarırsınızsa tapşırıqları yerinə yetirin. Əsasən uc biznes yeri olan insanlar həm chatbotlar düzəltməyi, həm banerlər hazırlamağı, həm də istənilən başqa işi bacarırlar. Burada bunların hamısını etmək mümkündür. Rahatlıqla həyata keçirmək olar. Baxın dostlar, bu servis mənim həqiqətən də çox xoşuma gəldi. Burada özüm üçün çoxlu sayda yeni tərəfdaşlar və aktiv abunəçilər topladım. Bax, məhz belə sadə tapşırıqlar vasitəsilə. Duzunu desəm, sadəcə bu tapşırıqlar mənə o qədər də lazım deyil. Çünki onsuz da kifayət qədər qazandıram. Amma belə, kimə əlavə gəlir lazımdırsa, mütləq yoxlasın. Buyurun, artıq burada tapşırıqları yerinə yetirib, heç kimi cəlb etmədən müəyyən qədər pul qazana bilərsiniz. Amma əgər cəlb etsəniz, təbii ki, daha çox qazanacaqsınız. Və servis indi reklam kampaniyasına start verib. O sizə perilivlər, yəni əlavə gəlir axınları verəcək. Və bu perilivlər gələcəkdə sizə pul kimi geri dönəcək. Və bu ay-bay davam edəcək. Kampaniya uzun müddətli olaraq gəlir. Beləliklə dostlar, hər şey işləyir. Hamınıza sağ olun. İstifadə edin.